Salam. Bugün Ceylan Mumoğlu'nun psixoanalizə əsaslanan çox maraqlı bir təsnifatına baxırıq, fərqli ana tipləri. Bəli, salam. Bu təsnifat yəni həqiqətən də düşündürücüdür. Mənbələrimizdə bu tiplər və onların övladlarının həyatına, belə deyim, potensial təsirləri haqqında danışılır, amma məqsədimiz kimisə ittiham etmək deyil, elə deyilmi? Sadəcə anlamağa çalışırıq. Tamamilə doğrudur. Yəni, əsas məsələ mühakimə deyil. Əksinə, bu arxetipləri tanımaqla bəlkə özümüzü, bəlkə münasibətlərimizi daha yaxşı başa düşməkdir. Bir növ bilirsiniz, özümüzə bir güzgü tutmaq kimi. O zaman başlayaq birinci tipdən. Deyəsən, Qurban ana adlanır. Mənbələr deyir ki, onun əsas dərdi, o məşhur ifadə var ya, el-aləm nə deyər? Hə, məhz o. Bu düşüncə tərzi, yəni, bütün həyatını sanki başqalarının fikrinə indeksləyir və təbii ki, bu, övladına da çox sərt norma və qaydalar şəklində qayıdır. Hətta zərif tiran kimi də təsvir edilir bəzən və o ifadələr çox gülmə ağlayarsan ya da dözməlisən, bunlar çox işlənir deyəsən. Bəli, işlənir və bunlar təsadüfi deyil əlbəttə. Məsələn, çox gülmə ağlayarsan deməklə uşağın, necə deyim, ən təbii sevinç hissi belə qorxulu bir şey kimi kodlaşdırılır. Sanki xoşbəxtliyin arxasınca mütləq nəsə pis bir şey gəlməlidir. Vay, bu dərin təsir bağışlayır. Bəli, çox. Nəticədə uşaqda özünə qarşı inamsızlıq yaranır. Daimi bir təşviş, bir utanc hissi formalaşır. Yetkinlikdə isə bu uşaqlar çox vaxt görürsünüz ki, ya analarından nələrsə gizlətməyə məcbur olurlar. Çünki ana qəbul etməz, eləmi? Məhz elə. Ananın o ideal obrazına uyğun gəlməyən hər şeyi gizlədirlər. Ya da ki, sadəcə anadan uzaqlaşırlar. O mükəmməllik axtarışı da bəzən obsessiv-kompulsiv pozuntuya, yəni həddindən artıq səliqəllik, vasvasılıq və ya depressiyaya gətirib çıxara bilir. Bəs, yaxşı, belə bir vəziyyətdə övlad nə edə bilər? Ananı dəyişmək mümkün deyilsə? Baxın, burada əsas məsələ çətin olsa da ananın bu rolunu qəbul etməkdir. Onu dəyişdirməyə çalışmaqdansa enerjini başqa yerə yönəltmək lazımdır. Şəxsi sərhədləri qorumaq çox vacibdir. Yəni, ananın tənqidləri mənim həqiqətim deyil demək kimi. Bəli. Onun gözləntilərinin sizin öz dəyərlərinizi əzməsinə icazə verməmək və əlbəttə, öz həyatına, öz məqsədlərinə fokuslanmaq. Aydındır. Bu, Qurban ana tipi, xüsusən cəmiyyət təzyiqi ilə bağlılığı çox düşündürücüdür. İndi isə gələk tam fərqli bir problemə, emosional boşluğa. Bu bizi soyuq ana tipinə gətirir. Psixanalizdə deyəsən ölü ana sindromu da deyilir. Bu ad biraz sərt gəlir qulağa. Hə, ilk baxışda elə səslənə bilər. Amma bu, ananın fiziki ölümü demək deyil əlbəttə ki. Bu, daha çox onun emosional olaraq sanki ölü, yəni laqeyd, hissiz olmasıdır. Uşağın emosional ehtiyaclarına, o siqnallarına cavab vermir. Yemək verir, geyim alır, amma... Amma bunu çox mexaniki edir. O istiliyi, o sevgi və qəbul hissini ötürmür. Maraqlıdır ki, çox vaxt bu analar özləri də uşaqlıqda belə bir soyuqluq görüblər. O boşluq hissini özləri də daşıyırlar içlərində. Bəs bu soyuqluq uşağa necə təsir edir? Yəqin ki, çox pis. Əlbəttə. Uşaq çox vaxt bunun səbəbini özündə axtarır. Düşünür ki, yəqin məndə nəsə səhvdir ki, anam məni sevmir. Özünü günahkar hiss edir. Və diqqət çəkmək üçün nəsə edir yəqin? Bəli. Ya çox aktiv, problem yaradan uşaq olur, ya da tam əksi, çox sakitləşə bilir. Hətta bəzən, bilirsiniz, fiziki simptomlarla, məsələn, enorex kimi, yəni yataq islatma kimi şeylərlə şuuraltı olaraq o qayğını tələb etməyə çalışır. Çox ağır. Bəs terapiyada nə edilir belə hallarda? Terapiyada əsasən o boşluq hissi ilə işlənilir. Ana obrazı ilə daxili dialoq qurulur, daxili yetkinlik, öz dəyərini anlamaq üzərində iş aparılır. Sözün düzü, bu təsvirlər getdikcə daha da ağırlaşır sanki. Növbəti tip, qəddar ana, bəzən sadist ana deyildiyi də olur. Mənbələrdə ani partlayışlar, acıqlı baxışlar, səbirsizlik, hətta şiddətdən danışılır. Bu, çox ciddi səslənir. Bəli, bu doğrudan da çox zədələyici bir tipdir. Ananın bu aqressiyası bəzən, necə deyim, başqa yerlərdə yaşadığı gərginliyin, məsələn, işdəki problemlərin, evlilikdəki uğursuzluğun nəticəsi olaraq uşağı yönələ bilir. Belə olanda ana bəlkə də sonra peşman olur. Amma həmişə belə olmur yəqin. Həmişə yox. Əgər ananın şəxsiyyətində sadistik cizgilər varsa, o zaman başqasına əziyyət verməkdən şüuraltı bir həzz ala bilər.
Bu əlbəttə daha ağır bir vəziyyətdir. Bunun uşaq üzərindəki təsirləri dəhşətlidir yəqin. Tamamilə. Yəni, uşağın təkcə özünə yox, bütün dünyaya, insanlara, hətta sevgiyə olan inamı sarsılır. Şəxsi sərhədləri darmadağın olur. Özünü davamlı olaraq gücsüz, dəyərsiz hiss edir. Uzun müddətli nəticə isə ana-ira o emosional bağın qırılmasıdır. Bəs bununla necə başa çıxmaq olar? Ümumiyyətlə mümkündürmü? Baxın, burada ilk addım uşaqlıq travmalarını qəbul etməkdir. İnkar etməmək. Sonra ananın davranışının motivlərini anlamağa çalışmaq olar. Bu, əsla haqq qazandırmaq deyil, sadəcə anlamaqdır. Və mütləq, amma mütləq, mütəxəssis dəstəyi almaq lazımdır. Ən əsası isə uşağın başa düşməsidir ki, heç bir halda günahkar deyil. Çox vacib məqamdır bu. Və nəhayət gəldik sonuncu tipə. İnfantil ana. Yəni, belə deyək, böyüməmiş, uşaq kimi davranan valideyn. Məsuliyyətdən qaçan, qərar verə bilməyən, bu özünü necə göstərir? Burada çox maraqlı, amma eyni zamanda kədərli bir dinamika yaranır. Uşaqlar çox tez, erkən yaşda valideyn rolunu öz üzərinə götürməli olur. Biz buna psixologiyada parentifikasiya deyirik. Yəni, uşaq öz anasına valideynlik edir. Bəli, məsələ. İnfertil ana diqqət mərkəzində qalmaq üçün tez-tez xəstələnməyə, manipulyasiya etməyə, məsələn, o məşhur cümlələr var, mən öləndə qədrimi bilərsiniz kimi şeylər deməyə meyilli olur. Belə ananın övladı üçün çıxış yolu nədir? O parentifikasiyadan necə qurtulmaq olar? Ən əsası bu övladların anlamasıdır ki, öz valideynlərinə valideynlik etmək onların vəzifəsi deyil. Bu, çox ağır bir yükdür. Bu toksik dinamikadan çıxmaq, sağlam sərhədlər çəkmək və nəhayət öz həyatlarına, öz ehtiyaclarına fokuslanmaq çox vacibdir. Həmçinin gələcəkdə partnyor seçərkən də diqqətli olmalıdırlar. Çünki yenə oxşar dinamikanı təkrarlaya bilərlər. Bəli, şuuraltı olaraq yenə silas etməli olduqları, qayğısına qalmalı olduqları birini axtara bilərlər. Beləliklə, Ceylan Mumoğlu'nun təhlili əsasında 4 fərqli, amma hər biri özlüyündə mürəkkəb ana tipini və onların mümkün təsirlərini müzakirə etdik. Bir daha xatırladaq ki, məqsəd kimisə damğalamaq deyil, sadəcə anlamağa çalışmaqdır. Bunlar sadəcə psixoloji çərçivələrdir. Bəli, tamamilə. Və sonda bəlkə də dinləyicilərimiz üçün kiçik bir düşüncə tapşırığı. Bugün danışdıqlarımızdan hər hansı biri sizə tanış gəldimi? Bəlkə öz ananızda, bəlkə yaxın ətrafınızda, hətta bəlkə də özünüzdə bu cizgilərdən nəsə hiss etdiniz. Bu məlumatlar özünüzü və ya münasibətlərinizi anlamaqda sizə necə kömək edə bilər? Bu suallar üzərində düşünmək bəlkə də heç gözləmədiyiniz bir qapını aça bilər.